Xəbər verdiyimiz kimi, Türkiyədən Azərbaycana idxal olunan bitki çayında uyğunsuzluq aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Sınaq nəticəsinə əsasən məhsul partiyasında E. coli bakteriyası aşkarlanıb. Məsələ ilə bağlı News 24-ə danışan professor həkim Adil Qeybulla deyib ki, bitki mənşəli çaylar dəmləmədir. Ayrı-ayrı bitkilərin tərkibindəki insan orqanizminə müxtəlif təsirli olan maddələrin dəmləməsidir. Dəmləmə zamanı bu maddələr mayeyə çıxır və orqanizmə təsir edir. Əslində istehsal olunan və yaxud da ki, idxal olunan malların içərisində müxtəlif zərərvericilərin, mikroorqanizmlərin aşkarlanması və onların keyfiyyət parametrləri haqqında məlumat verir. Hər halda qardaş Türkiyənin dərman preparatları haqqında biz ancaq müsbət mənada danışa bilərik, çünki bunlar beynəlxalq standartlara cavab verir. Bu çaylar ayrı-ayrı şirkətlər tərəfindən hazırlanır. Ola bilər ki, burada hansısa formada hazırlanma prosesində deyək ki, pasteurizasiya, sterilizasiya, digər aseptik, antiseptik və s. qaydaları nəzərə alınmayıb, gigiyena qaydaları nəzərə alınmayıb. Adil Qeybulla əlavə edib ki, əgər bütövlükdə bir seriyada belə bir hal ortaya çıxıbsa, bu çox ciddi göstəricidir. Bir çayda bu baş veribsə, bu hər halda sual doğurur və bu təkrar yoxlana bilər. Mən düşünürəm ki, istənilən halda biz hardan məhsul istehsal ixal etməyimizə baxmayaraq, hər dəfə gələn porsiyada onların bir-iki nümunəsi yoxlansa daha yaxşı olardı. Çünki hər partiya artıq yeni bir istehsal partiyasıdır. Mən yenə də bu qardaş Türkiyənin məhsullarına güvənməyi tövsiyə edirəm. Çünki bu ölkədə səhiyyə kifayət qədər yüksək səviyyədədir, elə əczaçılıq sənayesi də yüksək səviyyədədir. Bu cür hallar əlbəttə olursa da bunu araşdırmaq lazımdır.